Cəlilabad rayonunun Üçtəpə kəndində dəhşətli qətl hadisəsi baş verib. İlkin məlumatlara görə, əvvəlcədən planlaşdırıldığı bildirilən hücum zamanı 15 yaşlı Nağıyeva Həqiqət Musa qızı öz əmisi tərəfindən amansızcasına baltalanaraq ağır xəsarətlər alıb. Bildirilir ki, şübhəli şəxs ananın evdən çıxmasını gözlədikdən sonra azyaşlılara hücum edib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Həqiqət Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib. Hadisə zamanı qızın 14 yaşlı qardaşı Nağıyev Hüseyn Musaoğlu da balta zərbəsi alıb. Azyaşlının vəziyyətinin ağır olduğu, həkimlərin onun həyatı üçün mübarizə apardığı bildirilir. Hadisəni törətməkdə təqsirli bilinən şəxs 1977-ci il təvəllüdlü kənd sakini Əlin Nağıyev daha əvvəl dəfələrlə məhkum olunub. Cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başladılıb. İstintaq davam edir. Maarif Arifoğlu, Şəbnəm Naifli, TAR TV.